Salam dostlar, bugün sizinlə müxtəsər ruma düsturundan istifadə etməklə vurğulara ayırma mövzusunun izahına başlayırıq. Birinci sualdan başlayaq. A-nın kvadratı çıx 16. Bu çox asan bir düsturdur. Yadınızdadırsa, belə bir düsturumuz var idi. A-nın kvadratı çıx B-nin kvadratı, A çıx B, A minus A plus B. Bu da eyni şəkildə bu A-nın kvadratıdır, bu da 4-ün kvadratıdır. A çıx 4, A plus 24 bu qədər. Bitdi, getdi. Digərləri də eyni şəkildə olacaq. Burada məsələn, gəlin F-ə baxaq. Sadəcə düsturu bilsəniz, hər şey yadınıza düşəcək. 8-də 1, A üstü 6 bərabərdir. Düstura baxırıq ki, bizdə burada nəyinsə kubudur. Düzdür. Yəni bizdə belə bir düstur yadımıza düşür. Yadınızdadırsa A-nın kubu çıx B-nin kubu düsturu var idi. Bunun açılışı belə idi. A çıx B, A-nın kvadratı üstə gəl AB üstə gəl B-nin kvadratı. Bu düstura baxıb açırıq. Deməli, bu A-nın kubudur deyə A-nı yazırıq. Bu nəyin kubudur? B-nin. Bu nəyin kubudur? 2'də 1 A üstü 2'nin. Çünki biz bunu 3 dəfə öz-özünə vuranda 8'də 1 eləyir. Bunu da 3'ə yüksəldəndə 6 eləyir. Bu getdi. İndi bizə artıq ora baxmaq lazım deyil. Biz elə bura baxıb davam edə bilərik. B-nin, baxın, A-nın kvadratı, yəni biz B-nin kvadratı yazacağıq. Baxın, bura nə yazıb? AB. Yəni bunu buna vurub. Bizə bunu buna vuracağıq. Və üstəgəldən yazırıq. Vuraq. 2'də 1 A-nın kvadratı və B. Vurduq mu? Vurduq. İndi bura nə yazıb? B-nin kvadratı. Yəni neyini? Bunu kvadrata yüksəldir. Biz də bunu kvadrata yüksəldəcəyik. Yüksəldək. Bunun kvadratı neçə eləyir? 4'də 1 A üstü 4. Düzdür? Bitdi. Bu qədər. Yəni düsturu tapandan sonra qalanları asandır. Gəlir ikinciyə. İfadəni çoxhədlilərin hasili şəklində yazın. Burada nə edirik? Bu çox sadədir gördüyünüz kimi. Yəni ortağı çıxardaq. Ortaq nə var burada? 4x vardı. İkisində də 4x. Baxın, x-in kubunu götürmürük. Balacanı götürürük ki, içində nə qalırsa onu da yazırıq. Mötərizənin daxilinə. 4x-i çıxartdıq. Düzdür. Burada nə qaldı? 4'ü çıxartmışıq. X-i də çıxartmışıq. Amma x-in kvadratı qalıb. Nəyə görə? Çünki burada 3 dənədir x. Biri mötərizənin kənarına yazır. İçəridə 2 qaldı. Çıxırıq. Burada 4x-i çıxartdıq. Nə qaldı? 1 qaldı. Bu qədər. İndi ardı var. 4x-dan bizim işimiz yoxdur. Baxırıq bura. Bu nəyinsə açılışıdır, düzdür? Yadınızdadırsa belə bir düstur var idi. A çıx B, A plus B. Tanış gəldimi? Məncə çox asan bir müxtəsər ruma düsturdur. Hər kəsin yadında da qalır. Bu nəyin kvadratıdır? X-in. Bu nəyin kvadratıdır? 1'in. X çıx 1. X plus 1. Gördüyünüz kimi çox asan bir qayda ilə həll elədik. Vurğulara ayırdıq. Bu nəyin açılışıdır sizcə? Belə bir düsturumuz var idi. A plus B mötərizə kvadratı. Açılışı necə idi? A-nın kvadratı üstə gəl 2AB üstə gəl B-nin kvadratı. Bu qədər. Zaten bizə açılışı verir. Bizə bunu verib elə bil ki. Biz buna yığacağıq. A-mız nədir? Yəni bu nə idi? Bu A-dır. Biz bura kənarlara baxsaq tapa bilirik də. Bu da 1. 1'in kvadratıdır. Всё. Bunu açın öz beyninizdə. A-nın kvadratı. Üstə gəl 2AB. 2 var. Bunu buna vurub elə A eləyir. Sonra B-nin kvadratı. Bu da bu. Всё. Yəni belə. Sonra burada nə edirsiniz? Burada üçündə də M var. M-i çıxardacaqsınız mötərizə xaricinə. Sonra burada da ikisinin y-in kvadratı var. Çıxardaq y-in kvadratı. Nə qaldı? Y-in kubu üstə gəl. Burada da 27'də 1 qaldı. Çünki bunu çıxartdıqda da bu getdi. Bərabərdir. Gəlin bunları silim mən. Şey olmasın. Narahat eləməsin bizi. Aha. İndi baxaq. Y-in kvadratından bizim işimiz yoxdur. Burada nə var? Bu hansı düstur sizə xatırladır? A-nın kubu üstə gəl B-nin kubu. Düzdür? Bu da nəyinsə kubudur da. 3'də 1'in kubudur da o da. Bunun açılışı nə idi?
A plus B, A'nın kvadratı çıx AB üstə gəl B'nin kvadratı. Yadınıza düşdüsə. Deməli, burada baxırıq. Bunu necə yazıb? Bu nəyin kvadratıdır? Bu nəyin kubudur? Y-in. Düzdür? Bu birinci mötərizəmiz. Bu nəyin kubudur? 3də 1-in kubudur. Всё. İndi digər mötərizəyə elə bura baxıb yazırıq. Deməli, nədir düsturumuz? Baxın, bunun kvadratı yüksəldir. Bunu kvadratı yüksəldirik. Sonra burada nə edib? İkisini bir-birinə vurub. A-nı B-yə vurub. Vuraq. 3də 1 Y olacaq. Sonra nə edib? B-nin kvadratı. Yəni B-miz budur. Bunun kvadratı neçədir? 9'da 1. Bu qədər. Bitdi, getdi. Eyni şəkildə burada da olacaq. Burada nəyi çıxardacaqsınız mötərizə xaricinə? Burada 2'ni çıxardım mötərizə xaricinə olacaq. 27 çıx 8. X üstü 6. Всё. 2 ilə işiniz olmayacaq. 2'ni elə belə qırağa qoyacaqsınız. Sonra baxırsınız. Bu nəyin kubudur? 3'ün. Bu nəyin kubudur? 2x üstü 2'nin kubudur. Bu da 3'ün. Baxın, hərəsi birinin kubudur. Baxın. 3'ün kubu, 2x üstü 2'nin kubu. Yenə hansı düsturdur? A'nın kubu çıx B'nin kubu. Bax, bu A'dır, 3A'dır. Bu da B'dir. A'nın kubu çıx B'nin kubu düsturudur. Bu düsturu da bilirsiniz. Yəni açırsınız, eyni şəkildə davam edib yazırsınız. Bu qədər. Sağ olun.